Salam yoldaşlar, mən Fərid Əliyev, FES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Bugün sizlərlə ədəbiyyat blok suallarının izahına baxacağıq. İlk sual belədir ki, cədvələ əsasən Hüseyn Cavidin İblis əsəri ilə bağlı doğru fikirlər bizə lazım idi. Baxaq, ətrafdaşların Arifə münasibəti, bir də ki, Arifin digər obrazlara münasibəti. İbn Yəmin Arifin ona əngəl ola biləcəyindən narahat olur. Bəli, biri götürəcəyik, birlə olanlara baxacağıq. İxtiyar şeyx mənəvi sarsıntılardan qurtulması üçün onun qayğısına qalır. Bu da doğru fikirdir. 1-2 ilə olanları götürsə elə E variantı olacaq. Üstəlik ki, Vasif onun müharibələr haqqında fikirlərinə istehsalı yanaşır. Vasif yox, İbn Yəmin. Daha sonra nəyin bahasına olursa olsun Rənaya qovuşmaq istəyir. Bəli, Arifin digər obrazlara münasibəti olan hissədə götürə bilərik 4-ü də. Demək 1, 2, 4. Bir də ki, ilk görüşdə İbn Yəminə zidd mövqedə olduğu hiss olunur. Bəli, 1, 2, 4, 5. E variantı. Cədvəldə rəqəmlərin yerinə uyğun olaraq yazıla bilər. Əsər verilib, mövzu, janr. Bəxtiyar Vahabzadənin Təzadlar əsəri janr olaraq nə idi? Poema idi. Demək poema. İsa Hüseynov Zəhər mövzu nə idi? İnsan və onun təbiətə münasibəti. Elə D variantı olacaq burada. Janrı da verilib hekayə. Musiqinin insan ruhuna təsiri. Bu da müxəmməs, təbii ki, Seyid Əzim Şirvaninin Cuşquldur. D variantı olacaq. Cümləni tamamlaya bilməyən fikirlər, bizə tamamlaya bilməyən fikirlər istəyir. Xəqani Şirvaninin Gənclərə Nəsihət əsərində, əsərində. İndi nələr? Tamamlaya bilməyən fikirlər lazımdır. Nadanların tərifinə aldanmamağa çağırış motivi vardır. Bəli, mənə bir lazım deyil, birinə olanları çıxıram. Doğma yurdun gözəlliklərinə məhəbbət hissi aşılanır. Bu yanlışdır. Fitnəkarlardan, hiylə və oğulluqdan uzaq olmağa çağırış, bəli, var, mənə lazım deyil. Səbir etməklə xoşbəxtliyə çatmaq fikri aşılanır. Yəni, mən bunu da götürürəm. Keçmiş hökümdarların eyibləri gənclərə ibrət olaraq göstərilir. Bu da yanlışdır, yəni tamamlaya bilməz bu fikirlər. 2, 4, 5 A variantı. Daha sonra Qasım bəy Zakirin Durnalar şeiri ilə bağlı doğru fikir bizə lazımdır. Təbii ki, bu da vətən həsrəti, qəriblik kimi hisslərlə yanaşı ictimai mətləblər öz əksini tapıb. B variantı. Daha sonra Nəsiminin Sığmazdan bir də ki, Məhəmməd Füzulinin Mənə canından usandırdı qəzəli verilib. Uyğunluqdur. Maddi və mənəvi aləmin insanda birləşdiyi fikir vurğulanır. Bu, Sığmaz ağama aiddir. Rədif işlənməmişdir. Bu, Mənə candan usandırdı qəzəlinə aiddir. Lirik qəhrəman dilindən söylənir. Bu, ortaq xüsusiyyətdir. Sujetli lirika heç biri sujetli lirika nümunəsi deyil. Əruz vəznində yazılmışdır. Hər ikisinə oxşar xüsusiyyət. 1-ə A, 3-ə C, 2-ədəki B. Bu da hansı variantdır? D variantı. Uyğunluğu müəyyən edin. Heydər Babaya salam qızılgül olmayaydı. Heca vəznində dörtlük bəndər şəklindədir. Bu ümumiyyətlə aid deyil heç birinə. A-dan olanları neyinirik? Çıxırıq. Daha sonra istedadlı yaradıcı insanların işgəncələrə məruz qalması da nəzərə çatdırılır. Bu, qızılgül olmayaydıya aiddir. Əsər şairin xalqına və vətəninə sonsuz sevgisinin bədii ifadəsidir. Bu, Heydər Babaya salam poemasına aiddir. Təbiət lövhələrinə, xalq həyatının ayrı-ayrı məqamlarına xüsusi yer verilmişdir. Bu da həmçinin Heydər Babaya salama aiddir. Müəllifin səmimi etirafları, özünün məzəmmətləri də əksini tapmışdır. Bəli, bu da qızılgül olmayaydıya aiddir. C, D, B, E. Bu da hansı variantdır? Səhv eləmirəmsə, bu C, D, B, E, B variantı. Azad əsəri ilə bağlı səhv fikir istənilir. Azad dərzi dükanına gələn Fərdə orada yardım eləmir. Bu yanlışdır. Biri götürürəm. Əsərdəki hadisə bir çox 2-ci Dünya müharibəsi dövründə təsadüf edir. Bəli, firavan həyatın maddi rifahının təmin olunması fikri əsərin əsas ideyasıdır. Xeyr, yanlışdır. Əsər Cənubi Azərbaycanda baş verən hadisələr əsasında qələmə alınmışdımı? Bəli. Fərdanın ərbabın uşağını döyməsi onun ailəsinin Təbrizdən getməsinə səbəb olur. Xeyr, bu da yanlışdır. Bu Firiduna aid idi. 1, 3, 5, B variantı. Ağıllı uşaqda deyir ki, hadisələr necə tamamlanır? Qocalar zindandan azad olur, kənd cəmaatı talan olmaqdan qurtulur, Xan Əhməd özünə vəzir təyin edirmi? Xeyr, xan adamları 3-ü götürdük, elə 1, 3, E variantı. Cəfər Cabbarlının Oqtay Eloğlu əsərinə aid hadisələrin baş vermə ardıcıllığı. Oqtay meyxanada pul verməkdən imtina edir, sevər dilənçi qadının yanında oturub öz acı həyatını danışır və 2-1-dən əvvəl gəlməlidir. Ona görə A variantı olmaz. Oqtay dilənçilik edən vaxtı Sevərlə qarşılaşır, 3-2-dən sonra gəlməlidir. Xaspolad Səməd bəydən Oqtaya təsir etməsini xahiş edir, 4-2-dən sonra. Demək 2, 4, 1, 3, elə C variantı.
Haqverdiyevin bomba əsərinin bomba hekayəsinin baş qəhrəmanı Kərbəlayı Zalı səciyyələndirən xüsusiyyətləri müəyyən edin. Dövlət qulluğuna qalmaq üçün əlindən gələni etməyə çalışır. Bəli, biri götürəcəm. Usta Feyzulla ilə ədavəti yox idi, götürmürəm. Xalqına fayda vermək üçün dövlət qulluğuna çalışırmı? Xeyr. Sonda zavallıya çevrilərək qulluqdan xaric edilir. Bəli. Pristavın ondan narazı olduğunu biləndə təşvişə düşürmü? Bəli. 1, 4, 5 A variantı. Arvadın təklifinə qulaq asaraq düşən asır açmır. Daha sonra 71-ci sual. Molla Pənah Vaqifin şeirlərinə aid düzgün fikirlər. Pəri, bir də ki, hayıfçı yoxdur. Şirin danışığı gözəlliyi ilə tanınan bir qız və bir qızı vəsf eləyir. Bəli, biri götürəcəm, bir nə olanlara baxıram. Həsrət içində, həsrət yox idi Pəridə. Kədər və təəssüf hissi oxşar xüsusiyyət kimi götürə bilmərik. Üçü də çünki dedi ki, Pəridə nədir? Həsrət, kədər hissləri yoxdur. Məhəbbətin tərənnümü aparıcıdır. Hayıfçı yoxdur, ictimai motivdir. Ona görə 4-ü də götürmürəm. Daha sonra 5-ə baxaq. Təbiət gözəlliyi ilə yanaşı məskənlərin vəziyyəti qarşılaşdırılır. Bəli, hayıfçı yoxdur. 1-5. İctimai mətləblərə yer verilib. Bəli, verilib. 1-5, 6. Daha sonra İsmail Şıxlının Dəli Kür əsəri ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Səbəb, nəticə. Çar hökumətinə yerli məmurlar lazım idi. Ona görə də Bəliqor müəllimlər seminariyasında müsəlman şöbəsi açılır. Birlə olanlara baxacağıq. Birlə olanlar. Daha sonra Aleksey Osipoviç illər öncə Əhmədin təhsil aldığı məktəbdə işləmişdi. Əhməd gecə gələn qonağın Aleksey Osipoviç olduğunu anlayır. Xeyr. Şamxal gül əsəri qaçırdır və bundan bəli deyək ki, Cahandar ağa deyir ki, əsəbləşir. Bəli, 1-3. Daha sonra İlyas Əfəndiyevin Xurşudbanın Natəvan əsəri ilə bağlı Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Seyid Hüseyn Muradalı. Baxaq, məclis üstündə həqiqi azadlığın mahiyyətindən söhbət açır. Bu Seyid Hüseynə aiddir. Bəli, götürəcək. Atası xalça karxanasında fəhləlik edərək onu oxutmuşdu. Bəli, 1-2. 1-2 ilə olanlar elə bir dənə B variantıdır. Amma yenə də baxaq. 3-də deyir ki, şəhzadəni öldürmək üçün təxminə orta xüsusiyyət kimi verilib. Yanlışdır. Cənubi Azərbaycanın didərgin düşüb hər ikisi, ona görə 4-ü də götürürəm. Natəvanın açdırdığı məktəbdə müəllimlik edir. Bu da Seyid Hüseynə aiddir. Düzdürmü? Natəvan açdırdığı məktəbdə. Götürmürəm də, çünki bunu Muradalının altında verib. Ona görə 5-i götürmürəm. Atası ərbabı öldürdükdən sonra Şimali Azərbaycana pənah gətirib. Bəli, doğrudur. Bu da Muradalı idi. Ona görə 1, 2, 4, 6. B variant. Verilən parça ilə bağlı düzgün fikirləri müəyyən edin. Şallaqla güldürüldü, hıçqırıqlı bir diyar, yuyuldu divarlara, samışqan ləkəsi, vay səsi susturuldu toy səsi ilə. Əmr edildi toy səsi. Parçanı deyir ki, nə bizdən istəyir? Düzgün fikirləri. Parçanı əsərin proloqu saymaq olarmı? Xeyr. Diyar sözü metonimiyadır, hıçqıraqlı diyar. Bəli. Səsli qız poemasındandırmı? Bəli. Bədii təzaddan istifadə olunurmu? Bəli. Baxın, vay səsi, toy səsi. Hökümdar öz xalqına divan tutmaq. Öz xalqına yox, məğlub belə deyək. Hökümdarın xalqı idi o. 5-də yanlışdır. 2, 3, 4 E variantı. Vəzirovu Müsibət Fəxrəddin əsərindəki obrazlarla bağlı uyğunluğu müəyyən edin. Mahmud bəy Səadətin qardaşı, Şahmar bəy də ki, Fəxrəddinin qardaşı. Nahaq qan tökməyə və zülm etməyə razı olmur. Bu Mahmud bəyə aiddir. 1-ə A. Nadanlıq mühitinin ruhunda yetişmiş tipik obrazdır. Bu Şahmar bəydir. Atasının xudbin, mənəmlik hisslərinin qurbanına çevirir. Bu Mahmud bəyə aiddir. Daha sonra qardaşının arzularını həqiqətə çevirmək uğrunda çalışacağına söz verir. Bu ümumiyyətlə aid deyil. Deyilən olanları çıxırıq. Daha sonra Fəxrəddinin ölüm ayağında olarkən Saadəti dayısıgildən çağırtdırır. Bu da Şahmar bəyə aiddir. A, C, B, E. İndi mən burada yaxşı görmürəm. A, C, B, E olmalıdır. A, C, B, E. Deyəsən D variantıdır. Daha sonra əkinçi əsəri ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Əkinçi ilə bağlı doğru fikirləri istəyir bizdən. Bir də ki, mülkədar ilə bağlı yanlış fikirlər. Haqqını tələb etməkdə acizlik nümayiş etdirir. Bəli, doğrudur. Borcunu ödəyə bilməsə də qürurlu davranış ilə diqqəti cəlb edir. Xeyr, yanlışdır. Mülkədar tərəfindən alçadılması mübarizə əzmini qıra bilmir. Bu da yanlışdır. Elə 2 ilə 3-ü baxın çıxsaq, cavab qalır 1, 4, 6. Əkinçinin hüquqsuz olduğunu dərk edir, ona ədaləti bərpa etmək üçün mübarizə təhrik edir və bu yanlış fikirdir mülkədar obrazı ilə bağlı. Bir də ki, özünü öyərək üstün olduğunu vurğulayır. Bu doğru fikirdir, mənə lazım deyil. Qəddarlığı ilə seçilsə də bəzi məqamlarda güzəştə getmir. 1, 4, 6. Daha sonra 77. Uyğunluğu müəyyən edin. Qış dolaşır şəhərdə, səs səmirsiz yağır qar, anamın saçları tək ağarmışdı yağışlar.
Salon səssiz bir hal aldı, hərəkətdən əsər yox. Deyir ki, nə işlənib? Baxa, qışın dolaşmağı metafor. Demək, birə götürürəm A. Daha sonra anamın saçları tək ağarmışdı. Bu təşbehdir. Götürdük. Daha sonra 2-yə baxaq. Simvol varmı? Görmürəm. Metonimiya, səssiz salon. Hə, 2-də var metonimiya. 2-yə C. 1-ə AD, 2-yə C varmı? 1-ə AD, 2-yə C. Elə variant. İvan Krılovun ağac əsərinin əsasən klasteri tamamlaya bilməz deyir. Əsərin ideyasının müəyyənləşməsinə kömək edir, yəni ilan obrazı. Ağacın başına gələni bilir, ağacın səhvinin nədən ibarət olduğunu izah eləyir. Müəllif fikirlərin ifadəçisidir. Bəli, ilan ağacın etdiklərinə haqq qazandırır, yanlışdır. Deyir ki, öz əlindən öz başına iş açmısan. Rəsul Ruzanın Çınar ömrü əsəri ilə bağlı yanlış fikirlər istəyir. Çınarın ölümü, baxaq, insanların qəlbində təəssüf və yanlış fikirlər istəyir bizdən. Yanğısı oyadır. Bu doğrudur. Bir növ olanları çıxırıb, insanların ekoloji problemlərin həllinə səsləyir. Bu yanlışdır, artıq götürürəm. Şərəfli bir ömrün sonu kimi dəyərləndirilirmi? Bəli, mənə lazım deyil. İnsan həyatının mənası haqqında şairin düşüncələrinə meydan açır. Bəli, onun əzəmətinə paxıllıq edənləri sevindirir. Bu yanlışdır artıq. 2-5 elə A variantı. Mirzəlalın açıq kitab, bir də ki, Bahar əsərinə bağlı doğru fikirlər istənilir. Əsərdə deyir ki, əsərdə məhəbbət xəttinə yer verilməmişdi. Hə, amma verilib də Rübabə ilə Vahid. Bir demək yanlışdır, bir növ olanları nədir çıxıram. El malını dağıdanların rəyasət düşkünlərinin əməlləri kəskin tənqid edilir. Bəli, bu doğrudur. Gəldiyi Verdiyevlərin simasında. 2 olanı götürsəm elə qalır bir dənə C variantı. Baxaq. Əməyi istismar olunan obraz ədalətsizliyin faciəvi qurbanına çevrilir. Bəli, bir də 5-i götürdük, 3-ə baxaq. Epik növdədir, bəli, hər ikisi epik növdədir. Doğrudur, ortaq xüsusiyyət kimi verir. Cəlil Məmmədquluzadənin Anamın kitabı əsərində Zəhrabəyəm ananı narahat edən əsas məsələlərdir. Övladlarının təhsillərinin faydasızlığı, bu, belə deyək də, biraz iki fikirlilik yaradır, amma digərlərinə baxaq. Qızının ərə verilməsi, bəli, götürür qızının ərə verilməsi. Daha sonra çobanların acınacaqlı taleyi narahat edən məsələ idimi? Oğlanlar arasında birliyin olmaması narahat eləyirdi, bəli. 2-4, cəmiyyət-i xeyriyyənin icradan qalmaqallı 5 də lazımdır. Elə burada 2-4 olmuş olacaq A variantı. Daha sonra İskəndərnamə əsərində İskəndər obrazı ilə bağlı bizə düzgün fikirlər lazımdır. Dara ilə müharibəyə hazırlaşmazdan əvvəl deyir, məclis quraraq aqillərlə, başçılarla məsləhətləşir. Bəli, bu doğrudur. Ərəstunun məsləhəti ilə Kayanlardan qisas almaq fikrindən daşınır. Bu yanlışdır, lazım deyil. Daranın sərdarlarına inanmasa da Daranı öldürmək üçün onlarla razılığa gəlir. Bəli, doğrudur. 1-3 elə D variantı. Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvaşib əsərindəki hadisələr arasında səbəb-nəticə əlaqəsi ilə bağlı doğru fikirləri müəyyən edir. Mirzə Sədrəddin Şah Abbasa sədaqətini nümayiş etdirmək istəyir. Ulduzdan gələcək bəla ilə bağlı xəbər. Bu necə fikir idi? Doğrudur, mənə lazımdır. Mirzə Möhsün vəzifə sahiblərinin tutduqları vəzifəyə görə xəzinəyə pul bəxş vermələri ilə bağlı qərar qəbul edir və bunun da nəticəsində nə olur? Boşalmış xəzinə bir müddət sonra dolur. 2 də doğrudur. İrana hücum edən Osmanlı Bəkir Paşanın qoşunu sayca İran qoşunlarından dəfələrlə çox olur. Sərdar Zamanxan yolların, körpülərin dağıtdırılmasını əmr edir. Bu yanlışdır. Niyə? Çünki orada deyir ki, Sərdar Zaman deyir ki, bizim qoşunumuz da deyir Osmanlı qoşunundan sayca o qədər kəm deyildi. Sadəcə mömin qardaşların ölümünə bais olmamaqdan ötürü mən əmr elədim ki, körpülər, yollar dağıdılsın. Ona görə 3 olmayacaq. Mollabaşı Axund Səmədin münəccimbaşı ilə ədavəti olur. Bəli, Şah Abbas Mirzə Sədrəddin cəzalandırması üçün əlindən gələn edir. Bu doğrudur. Yoxsul Yusuf Sərraz ailəsini dolandırmaqda çətinlik çəkir, ruhanilikdən əl çəkmir. Xeyr, bu çətinliyə görə ruhanilikdən əl çəkmir. Oradakı belə deyək, qəpliyi, saxtalığı görür, ona görə əl çəkir. 5-i götürmürəm. Sərdar Zamanxan münəccimbaşının bağışlanmasını şahdan xahiş edir. Nəticəsində də Şah Abbas baş verəcək bəlanı uzaqlaşdırmağın yolunu tapması üçün Mirzə Sədrəddinə bəli vaxt verir. Sonra da ki, Mövlana Cəmaləddin gəlir də, düzdürmü? Demək 6-da doğrudur. 1, 2, 4, 6. 84. Mirzəlalın Vətən Yaraları əsərində hadisəni nəql edən əsgərlə bağlı. Hə, hadisəni nəql edən əsgərlə bağlı doğru fikirlər lazımdır. Xəyallarında gələcək ilə bağlı özünə 2 ömür arzu edir. Bu doğrudur. Arxada qalan xatirələri qorumağa da bir vəzifə hesab edir.
Bu da komandirlə birlikdə ən təhlükəli tapşırıqlara gedir. Dostlar bir yerə yığılmaqdan, anaların sovqatının açılmasından israrlıdır. Xeyr, yaralandığı üçün arxa cəbhəyə göndərilir. Bəli, 1, 2, 5. 125. Daha sonra Məmməd Füzulinin Leyli Məcnun əsəri ilə bağlı doğru fikirlər bizə lazımdır. Baxaq, cəmiyyətin müxalif mövqedə dayanan Məcnun azadlığın təbiətin qoynunda tapır. Bəli, bu doğrudur. Leylinin anası öz nəsihətində söz-söhbətlərə son qoymaq yolunu da göstərir. Bəli, evdə oturmaq, məktəbdən çıxarmağı deyir. Zeyd həsrətə dözməyən İbn Səlamın ölümünü Leylin ahı ilə əlaqələndirir. Yanlışdır. Nofərlə döyüşdə məğlub olan Leylinin atası əlacısız qalıb qızı Məcnuna verməyə razı olur. Xeyr, bu yanlışdır. İbn Səlamın ölüm xəbərini alanda Məcnun nalə edir. Bəli, doğrudur. Demək 1, 2, 5. Burada da 125 olmuş olacaq. Səməd Vurğunun Vaqif əsəri ilə bağlı cədvəldəki doğru fikirləri müəyyən edin. Demək, cəmiyyətdə sosial təbəqələşmə hökm sürür. Bunu nə ilə sübut edir ki, fikri sübut edir. Nə Əli bəyin toyunda İbrahim xanın sadə xalqın nümayəndəsi Eldara münasibəti. Bəli, götürə bilərik biri. Daha sonra Vaqifin Qacara sərt cavabı. Xeyr, Vaqif vəzir idi, Qacar şah. Eldarın Gürcü əsirlərinin vətənlərinə yola salması, bu da həmçinin. Daha sonra sədaqətli insanlar mövcuddur. Eldarın Vaqifin məktubuna əməli cavabı. Bəli, bunu götürə bilərik. Yəni, sədaqətli insanlar mövcuddur. Yəni, bu fikirlə sübut eləyə bilərik. Xuramanın zindana gəlişi. Xeyr, bunu götürmürük. Çünki sədaqətli insan olmur Xuraman. Vidadinin Qacarın hüzuruna gəlməsi artıq bəli, dostuydu. Elə deyək. Vaqifə görə gəlir, artıq onu götürə bilərik. 1, 4, 5. Durna teli Koroğlu ilə Bolu bəy Duratın itməyi. Uyğunluq istəyir. Koroğlu sonda yazaq bir dənə bunu. 1, 2, bir də ki, 3. Durna teli. Koroğlu sonda özünə yeni bir dost qazanır. Durna telində biz bunu görürük. Giziroğlu Mustafa bəy, 1 ilə A. Koroğlu təsadüfən düşmən əlinə keçir. Özünü çənli bil. Bu, Koroğlu ilə Bolu bəyə aiddir. C. Qaraxanın yanına gedən Koroğlu onun loğa özündən müştəbih biri olduğunu görür. Bu da elə Duratın itməyinə aiddir. Daha sonra ardıcıl getdi elə. Koroğlunun qoca biçinciyə həssas münasibət bəsləməsinə şahid olmaq mümkündür. Bu, Durna telindədir. Durna telində. Daha sonra Koroğlu İsabalını öldürmək istədiyi, İsabalının öldürmə Mehdar Murtuzu bağışlayır da. Bu da ki, təbii ki, Koroğlu ilə Bolu bəydə idi. B-E də gedəcək 2-yə. Demək, 1-ə A-D, 2-yə B-E, 3-ə C. Daha sonra situasiya suallarıdır. Bunlarla bağlı deyək ki, burada Xallı Maral verib, povesti. Bir də ki, İsa Hüseynovun Zəhər əsərindəki obrazları xarakteri xüsusiyyətinin nöqtələrini yerinə. Yəni, bununla bağlı bilmirəm orada necə idi. Ona görə bir şey deyə bilmirəm. Amma rahat sualdır, yazmaq olardı. Yəni, obrazlarla bağlı belə deyək, xarakteri xüsusiyyətlər yazılmalı idi. Həmçinin 89 və 90. Belə yoldaşlar, bu qədər. Sağ olun.